Uşaqlar mol işığı adı ilə divin evinə gedirlər. Div də axşam yeməyi üçün uşaqlara dietik axşam yeməyi hazırlayır. Yeməyi görən cırtdan deyir: Necə zöhrə çıxartsa qonağın qabağına? Adam bir aş dəmləyər, bir kuru salata hazırlar, bir krevetkalı nəsə hazırlayar. Uşaqlar zıbarır. Gecədən biraz keçəndən sonra div uşaqlardan birini yemək istəyir. Yatmış kim o ya? Hamı yatmış cırtdan o ya. Zıbarmısan ay cırtdan. Gel eşi hipnoz tapmışım. Bizmişim elə o premium da lapim bərə. Bizmişim bu reklamlardan. Hep her akşam anam mənə peeling eləyərdi. Get sən mənə peeling al gətir, mən axşam eləyim, rahatlayım yatım. Bir kör peşman Dədə Qorqud moldan peeling alıb gətirir. Gecədən biraz keçəndən sonra Kim yatmış kim o ya? Hamı yatmış ikonik mən o ya. Sən niye ölmüsən ay cırtdan, nə istəyirsən yenə? Çıxdım gəlmədi, çıxdım biraz mağara havası aldım, meditasiya falan elədim də. Öz də hər axşam anam mənə chia toxumu çizdirib yatardı. Bax gölün qırağında görmüşəm, get yığ gətir, içim yatım. Div kör peşman chia toxumu yığmaq üçün gölün qırağına gedir. Cırtdan da dəccal dostlarını oyandırır. Səhər açılır və div görür ki, uşaqlar qaçır. Nətər keçdiniz çayı? At get kreditə 100.000 götür, yığ cebimə atdan gölə, onu keçə bilərsən. Div faizə pul götürüb cibinə yığıb gölə atlanır və eləcə orada da boğulub ölür. Cırtdan da gölün üstünə çıxmış dollarları yığıb özünə iPhone 16 Pro Max alır və məktəbdə hamıya acıq verir. Göydən 3 iPhone filan düşməyəcək, çünki siz bunu ancaq yuxunuzda görə bilərsiniz.